20-ci illərin əvvəllərində Bakıda kütləvi zəhərlənmə hadisəsi baş verir. Araşdırma nəticəsində məlum olur ki, zəhərlənən şəxslər balıq yeyənlər olur. Bu şəxslərin balıqdan zəhərlənməsinə səbəb isə repressiyaya məruz qalmış, işgəncələr görmüş, güllələnmiş şəxslərin cəsədlərinin Xəzər dənizinə atılması idi. Və bu hadisədən sonra həmin şəxslərin cəsədlərinin Xəzərə atılmasına qadağa qoyulur. Bəs bu şəxslər, repressiya qurbanları Bakının hansı həbsxanasında güllələnir və işgəncə görülür? Diz üstə çöktürürdülər, çox növlü işgəncələr tətbiq olunurdu. Hüseyn Cavid 2 ildən artıq bu zirzəmidə saxlanıldı. Həm Mikayıl Müşfiq və həm də digər bizim ziyalılar məhz bax bu otaqda, bu məkanda güllələnib. Təmir işləri aparılanda dərinliyi 60-70 sm qədər torpaq, qan hopmuş torpaq idi. Nadir hallarda zirzəmidən sağ çıxanlar da olurdu. Bakının ən qaynar küçələrindən birində yerləşən və çox az adamın tanıdığı bu məkandan bir zamanlar Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad kimi ziyalılarımızın fəryadları eşidilirdi. Çünki Azərbaycanlı ziyalılar repressiya qurbanı olaraq bu məkana gətirilir, burada işgəncələr görür, dindirilir və nəhayət güllələnirdilər.
Azərbaycan Fövqəladə Komissiyasının və sonrakı illərdə Azərbaycan Dövlət Siyasi İdarəsinin yerləşdiyi bu bina 19-cu əsrin 70-ci illərində Bakı taciri Hacı Ağa Dadaşov tərəfindən tikilmişdir və binanın təyinatı ticarət evi olub. Yəni bu binada bizdə olan məlumata görə müxtəlif illərdə 30-dan çox həm yerli, yəni Azərbaycan Bakı quberniyasının, Gəncə quberniyası və ya imperiyanın başqa regionlarında yerləşən zavodların, fabriklərin kontorları burada yerləşib. Müxtəlif təyinatlı 2 gün tökmə zavodunun burada kontoru olub, burada mətbəə yerləşib, burada digər kontorlar yerləşib və 1925-ci ildən sonra həmin bu bina Azərbaycan Fövqəladə Komissiyasının istifadəsinə verildi. Azərbaycanda repressiyanı qanuniləşdirən ilk sənədlərdən biri Bakı komendantının 1920-ci il 26 may tarixli qərarında deyilirdi. Hansı evdən güllə atılsa, həmin ev top atəşinə tutulacaq. 16 yaşdan 50 yaşa qədər hər kəs mühakiməsiz güllələnəcək. Nişan və ya siqnal verənlər tutulduqları yerdə gülləbaran ediləcəklər. Binanın zirzəmisi siyasi motivlərlə həbs olunmuş insanların saxlanılması, işgəncə verilməsi üçün Azərbaycan o vaxt Fövqəladə Komissiyası özünə qarşısında duran vəzifələrə uyğun olaraq burada dəyişikliklər aparmışdı və bu dəyişikliklər bu binanın zirzəmisində sırf siyasi motivlərlə, siyasi əqidəsinə görə həbs olunmuş insanlar saxlanılırdı, onlara işgəncələr verilirdi. Və sənədlərin birində biz görürük ki, burada saxlanan şəxs yazır ki, məni zirzəmiyə, qaranlıq bir otağa, havasız, nəm bir otağa saldılar və otağın da nömrəsini də qeyd edir. Bu 11 nömrəli otaqdır. Düşünür ki, həmin o otaqlar, bu otaqlardan biri həmin o 11 nömrəli otaq ola bilər. Dindirmə otaqları binanın birinci və ikinci mərtəbələrində idi. Fövqəladə hallar, yəni artıq daha çox işgəncə vermə və ya işgəncə verilən şəxsi o biri həbs olunanlardan göstərməmək üçün, təcrid eləmək üçün və bu bir zirzəmiyə salırdılar. Hələ hallar var sənədlərdə ki, 10 günlərlə bax, burada zirzəmidə işgəncəyə məruz qalmış insanlar saxlanılırdı. Bu çamadanlar repressiya qurbanları üçün kiçik də olsa ümid işığı idi. Gecə saatlarında qara maşın onları aparmağa gələndə geri dönülməyəcək yola çıxdıqlarını təxmin etsələr də bir ümidlə bu çamadanları yığıb bu həbsxanaya gəlirdilər.
Repressiya qurbanları güllələndikdən sonra onlardan geri qalan çamadanları isə ailələrinə təhvil verilmirdi. Həbs olunmuş insanlara qarşı çox növlü işgəncələr tətbiq olunurdu. Ən populyarı belə demək olarsa, təqsirli bildirdiyi şəxsin saatlarla dindirilməsi idi. Müstəntiqlər dəyişilirdi, ancaq ifadə verən şəxs 24 saatdan da artıq kamerada saxlanılırdı, üzərinə işıq salınırdı və çox hallarda həmin şəxs sözsüz ki, bu işgəncəyə dözə bilmirdi, yıxılırdı, özünü itirirdi. Müstəntiqlər dindirmə zamanı istədiyi cavabı ala bilmədikdə təqsirli bildikləri şəxsi belə karsa salırdılar və bu karsada ən azı 3 günlük salırdılar və 3 gün ərzində bu insanın yediyi ancaq bir stəkan su və qara çörək yedi. Yerə də su tökürdülər ki, yer yaş olsun ki, bu insan burada nə otura bilsin, nə uzana bilsin. Diz üstə çöktürürdülər və yerə şüşə qırıqları tökürdü və saatlarla o şəxs həmin o şüşə qırıqların üzərində dayanmalı idi. Nadir hallarda, çox az hallarda olsa bu binadan, bu zirzəmidən sağ çıxanlar da olurdu. Amma sağ çıxanların da bir salamat şəkildə çıxmırdılar. Misal üçün 37-38-ci illərdə Səhiyyə naziri olmuş Hüseynov Museyev 18 ay bu zirzəmidə saxlanıldı və onun bəraət hökmü və qərarı veriləndə özü buradan çıxa bilmirdi. Onu xərəkdə, qohumları xərəkdə maşına qədər aparmışdılar. Məlumatların əldə olunmasında problemlərin biri də Respublikamızın arxivlərində həmin o 30-cu illərə aid olan, repressiyaya aid olan sənədlərin bir qisminin Azərbaycandan kənara aparılmasıdır. 1980-cı ilin axırları, 1990-cı ilin əvvəllərində xeyli sayda sənəd Bakıdan Moskvaya aparılmışdır. Misal üçün, ölüm hökmünün icrası ilə bağlı bizdə nümayiş olunan arayışlarda qeyd olunur ki, filan kəs haqqında ölüm hökmü filan tarixdə, filan saatda icra olundu və bu haqda filan kitabın filan səhifəsində qeyd olunub. Amma həmin o filan kitab deyilən şeylər, kitablar Azərbaycanda, Bakıda yoxdur. Siyasi repressiya Qurbanları Muzeyi Dövlət Sərhəd Xidmətinin inzibati binasının zirzəmisində yerləşir. Muzeyin açılması haqqında təşəbbüs Dövlət Sərhəd Xidmətinin rəhbərliyi tərəfindən irəli sürülmüşdü və 2015-ci ildə hazırlıq işlərinə başladıq. Təxminən 4 ilə yaxın müddət ərzində biz Respublikamızın arxivlərində və qonşu respublikalar, Rusiyanın, Qazaxıstanın arxivlərində Azərbaycanda siyasi repressiya ilə bağlı sənədlər axtardıq, topladıq, yığdıq. 2019-cu ilin mayın 24-də bu siyasi repressiya Qurbanları Muzeyi açıldı. Otağın ümumiyyətlə quruluşu tamamilə binanın zirzəmisindəki olan otaqların quruluşundan fərqlənir. Dərindədir, alçaqdır, səs batırıcıdır. İkinci məqam isə bu otağı biz muzey üçün hazırlayanda heç bir burada əlavələr, dəyişikliklər aparmadıq və manekenin durduğu yerdə təmir işləri aparılanda dərinliyi 60-70 sm qədər torpaq, böyük bir hissəsi qırmızı
qırmızı rəngdə çıxdı və biz bu qənaətdəyik ki, həmin torpaq qana bulaşmış, qan hopmuş torpaq idi və o torpaq buradan çıxarıldı, aparıldı, Nargində bastırıldı. Burada güllələnmiş insanların ruhuna dualar oxunmaq üçün bir Azərbaycanlı mollası bura dəvət olundu, Rus keşişi dəvət olundu və Yahudi Ravvini bura dəvət olundu və həmin bu məkanda, bu otaqda burada güllələnmiş insanların ruhuna hərəsi öz dininə uyğun olaraq dualar oxudular. O ki, qaldı Mikayıl Müşfiqlə bağlı güllələməsi və əldə olan sənədlər ən əsası odur ki, həmin 30-cu illərdə siyasi repressiya qurbanlarının güllələnməsi, cəzalandırılması, saxlanılması, güllələnməsi, cəzalandırılması başqa ikinci bir məkan yoxdur. Və bu səbəbdən biz 99,99% deyə bilərik ki, həm Mikayıl Müşfiq və həm də digər bizim ziyalılar məhz bax bu otaqda, bu məkanda güllələniblər. Siyasi repressiya məruz qalanların içərisində ən tanınmışlardan biri də böyük dramaturq Hüseyn Cavid olub. Maraqlısı odur ki, Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq hər üçü eyni gündə, eyni vaxtda 1937-ci ilin iyunun 3-dən 4-nə keçən gecə həbs olunub və daha maraqlı bir cəhət ondan ibarətdir ki, həmin an, həmin gün, yəni iyunun 3-də bu binanla üzbəüz qonşuluqda olan binada, opera teatrının binasında Azərbaycan Kommunist Partiyasının 13-cü qurultayı işə başlayır axşam saat 6-da və Hezabat məruzası ilə çıxış edən Mircəfər Bağırov, Hüseyn Cavid və digər yazıcı şairlər haqqında həddindən artıq çox təhqiramiz sözlər, ifadələr işlədir və sanki Mircəfər Bağırovun o iclasdakı çıxışı bu üç nəfər Hüseyn Cavidin, Əhməd Cavadın, Mikayıl Müşfiqin həbsinə bir işarə idi, həbsi üçün bir zəng idi. 3 iyun 1937-ci ildə həbs olunan Hüseyn Cavid 2 ildən artıq bu, yəni biz araşdırmalarımızda elə bir müddət görməmişik ki, 2 ildən artıq kimisə burada saxlasınlar və Hüseyn Cavidin cəzası haqqında qərar 1939-cu ilin iyunun 9-da qərarı da göstərilir ki, Hüseyn Cavid 8 il müddətinə azadlıqdan məhrum olunur. Sonradan isə sürgün olunması ilə bağlı, yəni güllələnməməsi ilə bağlı müxtəlif söhbətlər var, müxtəlif mülahizələr var. Bu sənədlərlə tanış olandan sonra deyə bilərəm ki, Hüseyn Cavidin həddindən artıq türk dünyasında olan populyarlığı, ona olan hörməti, sanki bu hörmət, bu populyarlıq onu güllələnmədən, mənim düşüncəmdə onu güllələnmədən saxlamışdı. Nəinki türk dünyası, hətta Azərbaycanın özündə də onu istəməyən şairlərin, yazıçılar adında da o çox böyük nüfuza malik idi. 1934-cü ildə Azərbaycan yazıçılarının birinci qurultayında Hüseyn Cavidi o ki var tənqid eləyirlər. Deyirlər ki, sən daim Topal Teymur yazırsan, Peyğəmbər yazırsan, sən niyə bizim kolxozçularımızdan, qabaqcıl neftçilərimizdən yazmırsan və qəlbi təmiz, pak bir insan kimi gəlir tribunaya və deyir ki, məni düz başa düşün, sizin dediyiniz mövzuda yazmağa məni bu ölkədə heç bir şey ruhlandırmır. Və ona deyəndə ki, Hüseyn Cavidə söz verilir, baxmayaraq ki, o qədər onun düşmənləri var idi, zalda böyük bir gürültülü alqışlar, yəni zal ayağa qalxır ki, Hüseyn Cavid hörmət nümunəsi, ehtiramı nümayiş etdirərək.